Tüstü də damarlara çox ziyandır da. Yəqin ki, oradan başlayır da bütün proses. Yəni, proses tənəffüs sistemindən başlayır. Ağciyərlərdən bizim nəfəsimizlə aldığımız hava, tüstü, hamısı oradan sorulur qana. Ondan sonra qanla çatdırılır periferik orqanlara. Ancaq ki, periferik orqanlara çatdıqdan sonra proses başlayır orada. Tutalım ki, qan və skrotum arasında bir baryer var. Həmin o baryer hematotestikulyar baryer adlanır. Həmin o baryeri qəlyandan və yaxud siqaret tüstüsünün tərkibindən aldığımız nikotin məmnuniyyətlə keçir. Keçdikdən sonra xaya toxumasını başlayır zədələməyə. Nəticə etibarilə orada yetişən kişi cinsi hüceyrələrin hərəkəti pozulur, sayı pozulur, normal forması pozulur. Eyni mexanizmlə böyrək sidik hissəsinə keçə bilir. Məsəl üçün, bir sizə araşdırma deyim. Siqaret tüstüsünün tərkibində kadmium adlı element var ki, bu